Herkese salam dostlar, kanalıma hoş gelmişsiniz. Her birinizi hoş gördük kanalımda. Dostlar, bugünkü videomuzda sizlere söz verdiğim kimi ördeğin yumurtalarına bakacağız. Hem sizlerle beraber ördeğimizin neçə yumurtası doludur onu burada görmüş olacağız, izlemiş olacağız. Hem de ümumiyyətlə bütün yani toyuqdur, hündüşkadır, qazdır, ördəkdir, hansı yumurtalara necə baxmaq lazımdır. Yəni hansına demeyim, yumurtaya necə baxmaq lazım, necə bilmək olur, onu deyəcəm sizlərə. Bəziləri bununla bağlı bir toyuqlarda demiştim ki 3-4 günde görünür. Mənə demişdilər ki 3-4 günde görülə bilməz. 12 günündə, nə 15 günde görünür. Uşaqlar, mən baxıram, 4 günündə baxıram, 3 günündə də bilinir. Hal-hazırda sizə göstərəcəyim 100% əminəm. Çünki bu ördəyimiz 7 gün tamam olub, 8-ci günə bir neçə saat keçib ki, qırt yatırmışıq. Yine hal-hazırda ördəyimizin yumurtasında görəcəkləriniz hardasa 4 günlük toyuğun altında necə görünürsə, indi hal-hazırdakı bu ördəyin altında da elə görünür. Yəni içində yaranan embriyo deyim də, belə deyim sizlərə. İndi sizlərlə beraber hem baxacağıq. Eyni şəkildə qaza da, hündüşkəyə də, ördəyə də baxa bilərsiniz. Deməli 3-4 günündə toyuq bilinir, bu halda olur. 3-4 günündə, 6-7 günündə hündüşkə yenə bu halda olur. Yenə 6-7 günündə qaz bu halda olur. Ördəkdə, bullal ördəkdə, həmçinin digər ördəkdə, Pekin ördəkdə həmçinin bu halda olur. Dediyim kimi 7 gün tamamdır, 8-ci günə təzə keçib yumurtanı bastırmışıq, ördəyi bastırmışıq. Altında 17 dənə yumurta qoymuşuq, yoxsa 18 dənə yumurta qoymuşuq. 18 dənə yumurta qoymuşuq deyəsən, hə. 18 dənə yumurta qoymuşuq. İndi sizlərlə beraber bunun yumurtasının doluluq oranına baxacağıq. Öncə işığı söndürmək məcburiyyətindəyik. Ya da görüm görünər. Baxın, bir dəqiqə. Yox, belə görünməyəcək. İşığı söndürək. Demək dostlar, baxın. Bu yumurtanın içində görürsünüz yarananı, baxın. Ürək və yanında hörümçək toru kimi yaranıb. Bu artıq içində bala var deməkdir. Baxın. Bunun da həmçinin görürsünüz. Mənim kameramda problem var, tam odaklamır. Ona görə üzr sayın. Baxın, ürək. Hətta mən yaxından onun ürəyin döyüntüsünü də görürəm. Ürək yanında da belə hörümçək toru kimi qan damarları, yumurtanın arxası belə ağ olur. Baxın, bunda biraz daha böyüdü, baxın. Ürək yanında damarlar, çoxlu damarlar. İndi telefonda dediyim kimi tam görünmür. Amma ürəyə yanında çoxlu damarlar. Baxın. Belə damarlar. Bunun da içində yaranıb. Toyuqda da, hündüşkada da, hamısında da belə görünür bu günlərdə. Bu da həmçinin. Baxın. Yəqin ki görünür. Ürək yanında damarlar. Bax, ürəkdə yellənir orada. Baxın yumurtanın içində. Eğer bunun içinde heç bala əmələ gəlməsəydi, o yumurta belə ağappaq görünəcəkdi. Baxın, bunda da yenə həmçinin var. Eğer olmasaydı, burada bir dənə yumurtanın sarısı görünəcəkdi. Burada nə ürəyi, nə damarlar olmayacaqdı. Qalan yerlərdə belə parıldayacaqdı. Sarı işıq kimi yanacaqdı. Başa düşdünüz? Əgər içində heç bir gəlişim olmasaydı, yəni embriyo yaranmasaydı. Digər, baxın, yenə bunda da baxın, ürək, bax, görürsünüz. Ürək yanında damarlar. Biraz bunda bir tık balacadır. Bax, bizə bəyaqlar dediyimi görürsünüz, bir gün gec əmələ gəlir, soyuğa düşür. Bax, o məsələ idi. Bax, gördünüz, bir gün o elə bir bunlardan bir neçə saat gec əmələ yaranıb burada. Burada da bax, yenə həmçinin ürək yanında damarlar. 18 yumurta qoymuşduq. 18 yumurta da çoxdur deyənlər vardı. Onu da sübutunu eləmiş olur. Baxın, ürək yanında damarlar. Baxın, görürsünüz. Baxın. Bax, yenə baxın. Bax, ürək, burada da damarlar var. İndi görünmür telefonuma görə. Damarlar var. Ördək əlimdə dişlədi. Baxın, bu da yenə biraz bir tık gec yaranıb. Baxın, bu sizə ağappaq görünür, amma burada balaca var. Bax, görürsünüz. Bu da bir tık gec yaranıb. Baxın, görürsünüz. Böyüdükcə buranın qırmızısı artır. Yaxın günlərə olanda da artıq o daha böyük olur içində. Baxın, yenə ürək, damarlar. Hamısını göstərmək istəyirəm sizə. Burada az qalıb, onsuz bitir. Yenə ürək, damarlar, tez-tez baxaq. Ürək, damarlar, yəqin ki görünür orada. Oy da, əlimi düzə dişlədi. Bax, yenə ürək, damarlar, baxın. Ürək, damarlar. Bunlar ördəklər çox yaxşıdır. Maşallah olsun.
Yumurtaların yan vermirlər, çıxardılar hamısını. Bunda da yine ürək damarlar var bax burada. Biraz balacadır bir tık. Bunda da yine bir tık balacadır ürək, yanında da damarlar. Bitti. Bütün yumurtalarımız dolu çıxdı uşaqlar. Dostlar, bütün yumurtalarımız dolu çıktı. Gördüğünüz gibi 18 yumurta. Bilirsiniz ki bununla da beraber bir tane de toyuq bastırmışdıq. Altına yumurtalardan koymuştuk. Çünkü fərə ördəyimiz de bununla beraber olan macar cinsi, təmiz macar cinsi olan fərə ördəyimiz de çok yumurtamışdı. Demek o toyuğun da altına 15 yumurta koymuştuk. Bura gelmeden önce toyuğun da altına baktım çünkü bir de orada çekiliş eləmədim çünkü orada toyuqlar var. İçeri girəndə belə çekiliş eləyəndə səs-küy yaranacaq. Onun için oraya girmədim. Dedim elə ördəyi göstərim, onu da qeyd edərəm. Demek o toyuğun altında da 15 yumurta, hamısı dolu çıktı. 18 yumurta bunun altındaki özünüzdə saydınız yumurtanın sayını deyənlər var idi ki çoxdur. Hamısı doludur yumurtanın altında. Deməli 18 bunun altında, 15 de onun altında. 20, 33 tane. 33 tane yumurtamızın hamısı doludur. İndi demirəm bunun hamısı çıxacaq. Ola bilər ki, çıxmayan ola bilər. İçində birazdan dediyim, yəni çıxana qədər ki dönemde ola bilər ki hansısa xarab olsun bu yumurtadan. Çünkü hardasa hələ biri 28 gün, 29 gün bunlar qırt yatacaq. Ola bilər ki xarab olanlar olsun içərisində. İndi qismət ilahədən maşallah deməyi də unutmayın. Gözə nəzərə mən elə də inanan deyiləm, amma bəzən də ağlıma gəlmir deyil. Bir maşallah deməyi unutmayın, sizə xahiş edirəm. Belə 33 yumurtamızdan, yani 18 ördəyin altında, 15 de toyuğun altındaki 33 yumurtamızdan hamısı doludur. Tripodlandır. Bu bursa ördəyimizin de bavucu burada yumurtaları yığılıb. İndi yatmışdı. Mən geldim diye burada durdu. Odaklayın. Burada durdu. Macar cinsi ördəyimizdir bu. Təmizqan macardır uşaqlar. Yəni ona heç kimin sözü ola bilməz. Çünki bilirsiniz təmizqan macarlarımın 2 dişi, bir erkeğini itirdim, amma qalanlardan, yəni bu ilki balalardan olanlardan deyim, qalanlardan budur. Erkeğim təmiz deyil, onu heç vaxt yalan deyə bilmərəm. Erkeğim macar dişi ilə ağ erkek ördəyin qarışığından çıxan baladandır, amma maşallah olsun çəkisi yaxşıdır. 5 kilodan artıqdır çəkisi. Bu dişinin de yani zayıf görmeyin. Ha, dişinin de 3 kilo 200 gram çekisi var idi. Yumurtamamıştan qabaq indi yumurtayıb ola bilər ki biraz zayıflayıb. Yumurtaya düşməmişdən qabaq 3 kilo 200 o idi. 5 kilodan da artıq bu erkek ördəyimizdə artıq onu da çəkməmişəm ki ta son günlərdə nə qədər olub, amma bunlardan çəkəndə yəni bu yumurtaya başlamamışdan əvvəl o da 5 kilodan artıq idi. Belə dostlar, burada da fərələrimizi buraya geçdirməyə çalışıram. Burada hələ taxtalar falan var. Bura toyuğa salmırıq yine, onlar səliqəyə salınacaq. Bu da daimgildən gələn toyuqdur. Dünənki videomuzda izlediniz. Hətta bugünkü videomuzda, bugün 10 Mart'tır. İndi paylaşıb gəlmişəm videonu bura. Orada izlediniz. Belə dostlar, siz də keçin toyuqlarda izləyin. Bəyənməyi, abunə olmağı unutmayın. Toyuqlarda izləyin, sonlandıraq videomuzu. Dostlar, nə vaxtdandır sizə toyuqları göstərmədiyimin fərqindəyəm. Bugün 10 Mart'dır, bu videonu çəkirəm, amma sizə nə vaxt paylaşaram onu söz vermirəm. Hansısa bir videoma içine koyaram bu videonun mütləq. Toyuqlarımızın bugünkü vəziyyəti budur, qalanlar budur. Qalanlar dediyim, yəni qırt yatan var, balalı olanlar var, bilirsiniz ki. Yerdə qalanlar da bulardır. Buraxmalardan bir ikisi oradadır, yumurtlayanlar, içəridə balaca fərələr oradadır. Ayrı salırıq. Demək, hal-hazırda neçə yumurta götürürük? Deməli 27, 26, 28, aşağı olanda 24, yəni təkdə bir halda 24 olur. Belə yumurta götürürük. Deməli 47 dənə toyuğumuz var. Ondan da deməli neçəsi 40 yatıb. Biri, ikisi, üçü, nəsə də 47 dənə, 50 dənə opşum hesablayın. 50 dənədən o yumurtanı götürürük. Zaten dənlərin, yemlərin bir tık azaltmışam. Onu da sizlərə səbəbini açıqlayayım. Çünki yumurtanın qiyməti bu yıl çox tez düşdü. Hər il bu vaxtı 25, maksimum en ucuz vaxtı 23 qəpiyə satırdıq Novruz bayramın keçənə qədər. Novruz bayramın keçdikdən sonra aprelin əvvəli, martın 25-dən filan sonra başlayırdı yumurtanın qiyməti düşməyə, 20 qəpiyə filan düşürdü. Amma bu illəri 20 qəpiyə artıq düşüb, hətta eşitdiyimə görə 2 gündür artıq düşüb 19 qəpiyə, 18 qəpiyə. Yəni saatdan bəsləyirəm mən, saatda yumurta qiyməti budur.
bizim kəndimizə uyğun. Düşüb yumurtanın qiyməti. Bu qədər yumurta düşməyi biz yay aylarında 17-18 qəpiyə falan yumurta satırdıq, amma bu illərə nədənsə bu qədər düşdü. Həm də açıqlanmayacaq qədər niyə düşdü? Yəni yumurtanın qiymətindən danışmıram. 2-3 qəpiyin elə bir önəmi yoxdur, amma nəyə deməyə çalışıram? Yəni bizim kəndimizdə, qonşu kəndlərdə bir çox insanda toyuqlar ölüb də. Demək olar ki, yəni toyuq tək-tək adamın həyətində qalıb. Qalanlar da az sayda filan. Yəni bu qədər toyuğun azalmışkən bu qədər yumurtanın da qiymətinin düşməyi normal deyil. Təbii ki, bu başa düşüləndə bunu sex sahibləri, inkubator sahibləri, yəni bizim kəndimizdə, rayonumuzda yerləşən inkubator sahibləri filan qiyməti biraz aşağı düşürdülər. Onun da səbəbi odur ki, yumurtanın ucuz qiymətdən alsınlar, düzədən daha çox yer qalsın. Çünki 30 qəpiyə yumurta alıb 70 qəpiyə düzən satmaq biraz onlara çox qazanc qalmır da. Yəqin ki, bununla əlaqəlidir, yoxsa başqa bir açıqlaması olduğunu düşünmürəm. Qısacası bunları da sizlərə göstərmək istədik. İndi yazda bilirsiniz ki, toyuqların da bəzisi yenə təkrar tük dəyişmə edir. Məsələn, qışda tük dəyişmə edəməyənlər yazda təkrar tük dəyişmə edir. Məsələn, o toyuğumuzu görürsünüz, bax, tük dəyişmədədir. O toyuğumuz da təzə qırtdan ayrılıb. Yəni bir hardasa burada 7-8 toyuğu yeni qırtdan ayrılmışam da. 2-3 gündə qırtdan ayrılmışam. Yəni qırt dediyim kürt deyirsiniz bəzi yerlərdə. Bizdə qırt deyilir. Yatmışdılar, bastırmaq istəmədim, ayrılmışam. Ona görə də yumurtanın sayım bu tek azalmağı, yəni normalda, yoxsa 30-dan yuxarıya qalxmışdılar toyuqlarımız. Hal-hazırda məni də qane eləyir. Yemlərini də bir tık azaltmışam verdiyimdən. Yəni artıq 100-110 qrama, hətta bəzən 120 qram da verirdim qar yağanda, yağış yağan aylarda hər bir toyuğa, yəni bir toyuğa. Artıq 90 qrama falan düşürmüşəm yemi. Həm də ot falan da göyərir. Birazdan 80 qrama, 70 qrama da endirəcəyəm. Belə bunlar haqqında başqa sizə nə məlumat verim bilmirəm. Hə, buraxma xoruzlarımız getdi. Hal-hazırda uşaqlar sırf kənd xoruzu bir dənə budur. O buraxma ilə qarışıqdır. Nə təmiz kənddir, nə təmiz buraxmadır. Buraxma xoruzundan kənd toyuğunun qarışığındandır. Sonra hansı xoruzumuz var? Hə, burada buraxma, bu xoruzumuz var, sarı buraxmamız. Bu artıq yaşlanıb, normal düzəməli xoruzluq da eləyə bilmir. 3 yaşı var, amma buraxmalarda bildiyim qədərilə də elədi. Ən azından mən də özüm müşahidə eləmişəm ki, 2 yaşından sonra biraz dəyişmək lazımdır. Bu qol buraxmamızdır. Bir də bu cücələrimizin içində belə bir xoruzumuz var. Xoruzluq eləməyə başlayıb, biraz yaxından göstərim, amma hələ toyuqlardan filan qorxur. Çünki bunlar ayrı şey edib, yəni hürküyə idilər biraz. Ancaq öz fərələrinə, yəni yanındakı fərələrə xoruzluq eləyir. O dediyim kimi o buraxmamız artıq biraz yaşlanıb, ondan bir şey çıxmaz. Hal-hazırda aktiv şəkildə bu iki xoruzumuzdur. Bir də baxın bu gold buraxma xoruzumuz da aktiv şəkildə xoruzluq edən, sürümüzün içində olan damazlıq, yəni toxumluq yumurta istəyənlərə artıq, yəni toyuq altına qoymağa, inkubatora qoymağa yumurta istəyənlərə yumurta artıq verməyəcəm. Çünki iki xoruzumuz dünənləri getdi, o buraxma xoruzlarımız verməyəcəm. Çünki içindən boş çıxma ehtimalı ola bilər. Düzdür, xoruzumuz yetəri qədərdir toyuqlarımıza normal götürsək yetəri qədərdir, amma dediyim kimi buraxmamız çoxdur. Buraxmalarda yerli xoruzlar kimi aktiv olmurlar. Buraxmalarda 7-8 toyuğa, maksimum 7-8 toyuğa bir xoruz saxlamaq lazımdır. Çünki yerli xoruzlar qədər aktiv deyirlər və ayaqları çox tüklüdür, iri bədənləri çox cüssəlidir deyə. Məsəl üçün, hər toyuğa xoruzluq edə bilmirlər də. Başa düşdüm, toyuğun üstünə çıxsa belə, yəni bir neçəsində alınmır bu proses. Ona görə məndə də buraxma çoxunluq təşkil etdiyi üçün yerli xoruzumuz dəmin bir dənədir. O da dediyim kimi qarışıqdır. Onda da o problemləri bəzən müşahidə edirəm. Buraxmalar qədər yox, amma bəzən bunda da müşahidə edirəm. Ona görə də yumurta satışın, yəni normal istifadə üçün satıram da, yəni toxumluq toyuq altına qoymağa, inkubatora qoymağa yumurta artıq satmıram. Onu da sizlərə deyim. İndi inşallah saxlayacaq bu illəri qəşəng kət xoruzlara saxlayacağam. Buraxmalarımızın sayını azaldacağam. Maksimum 1-2 buraxma saxlayacağam. O da buraxmalarımın içində hansı xoruz xoşuma gəlsə, yəni buraxmalarla cütləşsin deyə belə kənd toyuqlarının ümumiyyətlə də buraxma cütləşdirməyə buraxacağam. Düzdür, qəşəng balalar alınır, iri cüssəli balalar alınır, buraxma xoruzundan kənd toyuğun cütləşdirəndə. Qəşəng balalar alınır, amma mənə lazım deyil də, çünki yumurta verimini azaldır. O zamanda çıxan cücələrin yumurta verimi azalır, o da mənə lazım deyil.